texnologiyalar var. Bu baxımdan da klassik kitabxanalar və ümumiyyətlə mətnlərin, ədəbiyyatın, hər hansı bir bilgi və informasiyanın bir nəsildən digər nəslə ötürülməsi artıq kağız variantda deyil, elektron variantda mümkündür və insanlar da buna gedir. Ən azı özümüzdən götürək, biz son vaxtda haçan əlyazma ilə yazdığımız və əlyazmada nəyisə oxuduğumuz yadımıza gəlmir. Kitablar, qəzetlər, jurnallar da belə artıq tarixin artımına gedir. Bu nə qədər ağırlı proses olsa da biz bunu qəbul etməliyik və bu prosesə bizim cəmiyyəti oxuculara hazırlaşdırmalıyıq. Təəssüf olsun ki, klassik kitabxanaların əməkdaşları biraz bu dəyişikliyə uyğunlaşmaq istəmirlər. Yəni, hökumətin mən bildiyim qədər də dövlətin kitabxanaların elektronlaşdırılması, hər bir kitabxananın saytının olması, elektron kitabxanalar və kitabların elektronlaşması ilə bağlı çox böyük bir proqramı vardır. Yeri gəlmişkən biz də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi olaraq Kitabxana.net portalını yaratmışıq. Dövlət başçısının tövzülatı ilə bu elektron kitabxana yarayandan sonra bizi bu yana 10 mindən çox artıq o resursda kitablarımızı yetişmişik və elektron variantda baxanda virtual kitabxanaların oxucuları həddini artırır. Amma adicə bir mərkəzi kitabxananı götürək, mərkəzi kitabxanaya hər hansı bir oxucu, Əhmədlər və yaxud Naxçıvandan, Lənkərandan unikal bir kitabla tanış olmaq üçün nə qədər vaxt itirməlidir, nə qədər məsafə gəlməlidir, xərclər bir tərəfdən, yol pulu və s. Hələ bilmə olmaz ki, o kitabı ondan başqa digərləri götürüb ya götürüb. Həmin kitabın elektron variantı Kitabxana.netdə, Milli Kitabxananın öz resursunda, ümumiyyətlə internet resurslarında yerləşdirəndə ani olaraq 8 milyard dünya əhalisi ondan istifadə edir. Özü də bilirsiniz ki, bütün dünyada yazı, ədəbiyyat, kitabla bağlı böyük problemlər yaşanır. Bu Amerikada da belədir, Rusiyada da belədir, bizdə də belədir. Tirajlar 10 mindən o tərəfə keçmir. Vaxtilə 1 milyon tirajlar kitablar çapır. Və buna uyğun olaraq kitabxanalara da maraq gediş azalır. Və bizim elektron kitabxanaların inkişafı yanaşı, ənənəvi kitabxanalar da öz işlərini elə tutmaldır ki, oxucuları cəlb edilir. Niyə də kitabxanalarımızda tutalım bir internet kafe olmasın, pullu xidmətlər göstərilməsin, asla bir konsert, kino nümayişi olunması. Çünki yalnız bir kağız kitabla insanları kitabxanaya gətirmək mümkün deyil. Hətta baxın, Amerika Birləşmiş Ştatlarında məşhur müğənni var, Lady Gaga. Onu mərkəzi kitabxanalar, muzeylər dəvət edirlər. Onun bilirsiniz ki, çox böyük auditoriyası var, izləyiciləri var. Həmin izləyicilər məhz Lady Gaga kitabxanada hər hansı bir kitabın təqdimatında, yaxud bir uşaq kitabını oxuyan vaxtı gəlirlər və həmin günü kitabxanaya girmək mümkündür. Adamlar dolu olur. Bu mənada bizdə də hardasa olmuşdur. Mən bildiyim qədər Faiq Ağayev və Röya xanım kitabxanaların hər birinin, hansısa birində mərkəzi kitabxanada kitab təqdimatında kitab oxumuşdur və onların saatları gəlib o kitabxanada ən azı kitabxananın yerini bilirlər. Sakin Əlif olmaz. Əlif olmazsan. Amma bir reallik var ki, əlində kitabı yerini heç bir kitab verə bilmirlər. Bu bir reallik. Oxucuların ən böyük bəhanələrindən biri də məhz budur ki, ənənəvi kitabın yerini elektron kitab verə bilir. Niyə? Siz əgər eyni vaxtda həm kitab oxuya bilirsiniz, həm sosial şəbəkədə oxuyub kiminləsə yazışa bilirsiniz, həm musiqi dinləyə bilirsiniz və kitabda olan hər hansı bir termini tamamilə üstündən yükləməklə o dəqiqə ensiklopediyalar və mənbələrdən onun izahını ala bilirsinizsə, bu yaxşıdır. Yoxsa bir kitabı götürüb, hansısa bir cümlədə bir şeyi başa düşmüşsə, hansısa dostu zəngir eləmək, başqa bir ensiklopediyanı axtarmaq, o ensiklopediya sizin evdə yoxdursa, gelib kitabxanalarda onu vərəqləmək. Hansı yaxşıdır? İnsanlar sərbəstliyə, azadlığa və onlara daha çox asan başa gələn üsluba, formaya gedirlər. Yəni, bu baxımdan, baxın, biz hər gün smartfonda müxtəlif əməliyyatlar edirik. Düzdürmü? Yazışmalar olur, sosial platformalarda oturuq, videoya baxırıq, kinoya baxırıq. Niyə də bunu tətbiq etməyək kitablara, kitabxanalara? Elektron kitab, bir kitabı və yaxud minlərlə kitabı biz şəhərdəki bir-iki otaqlı mənzildə özümüz üçün kitabxanası edə bilmərik, düzdürmü? Amma milyardlarla kitab sizin smartfonun içində. Yeter ki, bu texnologiyanın gözəlliyini dərk edək. Amma sonda bir söz deyim, əlbəttə ki, ənənəvi kitablar da qalmalıdır, yeni elektron kitablar da olmalıdır. Mən tərəfindəyəm ki, kitabxanalar öz formatını dəyişsinlər və bunu nə üçün bilək? Məsələn, biz əlyazmalarda gedib, əlyazmalar institutunda, fondunda, füzulunda oxumuruq, düzdürmü? O tarixin bir zamanda əlyazmalar formasında kitablar yayılır və yaxud gil kitablar var, düzdürmü? İndi yeni format gəlir, yəni elektron kitab,
virtual kitabxanalar və buna da biz hazır olmalıyıq. Yeter ki oxucu nədəsə oxusun, fərqi yoxdur. Kağız kitabda ya elektron kitabda. Təşəkkür, çox sağ olun.